Herkese salam, Ayxan. Bugün sizlerle birlikte efirde tema var. 4. bölümü çekirik. Hələ də kanalıma abunə değilsinizsə aşağıdan kanalıma abunə olub bu videomu da like atmağı unutmayın. Bu videoları Medium kanalından izləməkdəyik. Medium kanalına da açıqlamadan abunə ola bilərsiniz. Ayda, Azərbaycanlı Van Damme. Ay, bu hara itdi bir anda? Çıksın kafama! Çıksın gözükündü! Oyda. Azərbaycanlı Van Damme qan eləyir. Ben onun heç nəyi götürürəm. İnanmırsınızsa gedək o Türkiye'ye çantamın Türkiye. içini göstərim. Heç nəyləri yoxdur. Sen Türkiye'ye gitmeyin bitti kızım, artık Hayda. onu yuxuda göreceksin. Yani gitti yani. Aga Olmaz. be. Git. Aga Benim be, otağımda üzüldük. Benim otağımda otursun. Aga be, bugün də belə duyğulandıq. Adınız nedir? Əmiş. Əliş kişi. Bəli? Rəmi getirdim bu gün mü? Gecə saat 4-də. Hə, biraz tez durmuşdum. Piyada gedirdin Səbrabad. Ayaqla gəzməyi biraz Oyda. xoşlayıram. Amma Ayaqla gəzməyi xoşlayıram, şübhəliyim. Hara qədər getdin? elə gəzib dolanıram, amma elə Gecə saat 4-də. dəqiq tanımıram. Heç hava işıqlanmır. Və küçə itlər O var. başdan vaxt idi da. Qorxmursan cumalar. Zor və bilet götürməyə gedirdim Sabirabad. Şəxsiyyətin hardaydı? Nədir? Götür. Ay Allah. Gecə 4-də şəxsiyyətini hardan götürməyə gedir? Vaxt idi da. Həmişə oyaq oluram mən o vaxt. Aha. Söhbət edirdik şirin-şirin, bir də gördük ki, belə eləyirsən. Təyyarə, elə bir yolda yanmayaq sənə. Bir də onu gördüm ki, təyyarə işçilər yoxdur, dayananlar. İtdilər Niyə? Ötəri qoşdular hamısı. Ay, bunlar o insana o qədər psixoloji təsir göstərir ki. Bəs biz yazıq deyilik, mən öldüm. Ayda. Mən də adama, yox, qaçdan girdilər, nədir, pərdəni də çəkdilər. Aləm dəydi bir-birinə, təyyarə, baba belə qal, töküldü bax. Bir dəfə də Türk vətəndaşı, demək, sumkanı atıb mənim başımın üstünə qoyub. İçi də dolub xırda pullardır, Türk TL'lər yoxdur, bir baxdı, dang, hamısı tökülür başıma. Bu yandan pul tökülür. Amma onlar orada yerində olsaydılar, gördü, ölürəm da mən, gələydi tutaydı əlimdən ki, narahat olmayım, səhv deyirəm. Ən dəhşətli Amma onların da qorunmaya psixoloji təpkiyə ehtiyacı baxmayısınız. Arkada bir dənə kişi mollar. Yəni bir anda təyərə Birdən bir şey durasan ola ayağa, bilər. əlini qaldırırsan, Ona deyək görə ki, onlar da girib Ya içəridə Rəbbim, otururlar, kənar 200 bağlayırlar. nəfər günahsız insan dərgahına gəlir, qapımı aç, gəlirik. Allah uzaq eləsin. Neçəsi orada şəkər tutdu. Demək, Oyda. işçilər hamısı qaçıb, kişi mollar durub ayağa artıq Quran oxuyur, gedirik. Siz o vəziyyətdə İraq olsun, ay Allah, İraq. Forum sahibi Aşıq Mübariz yazıb ki, Aga sən be. nə oxuyursan? Aşıq Mübariz, eşidirsən məni? Mənim oxşarlığım siz və başqalarına Super daxı. Sizin sənətinizdə və özünüzə böyük hörmətim var. Yəqin etmək istədiyimi anladınız. Salam aleykum. Allah sizi Allah qorusun. sizi qorusun. Qəşəng. Günləri mama zəng eləmişdi, Natavanla danışmışdı, söhbət eləmişdi. Zəng elədi, dedi ki, mənim oğlumu qaytar, mən oğlumu istəyirəm. O da qayıtdı, dedi ki, yuxuda görərsən sən oğlumu. Belə sözlər dedi. O da hisslənmişdi. O da hissləndi, qayıtdı, dedi ki, mən sənin oğlumu qaytarmayacağam, nəmliyinəməyəcəm. Deyir, istəyirsən oğlumu deyir, verəcəm sənə deyir, oğlumu deyir. Sən əşya zatsan, Mən də onu deyirəm, mən Niyə bu paltar anasıyla yanam, yoxsa danışanda ütüyəm, nə bilim, olmuşdu? eşyadan. Nə deyir, başa düşmədim Mən ki. Allah Ay Allah. Maşallah, maşallah. Nə verir baş? Rəhmət olmasa. Siz müğənni deyilsiniz. Mən hansı müğənni oxşatdım qadını? Xətrinizə dəymədisə üzr istəyirəm. Tank sözünü işlətdim, qurban olum. Ah, kameramanın çəkilişinə bax bir dənə. Bu qədər arıqladınız. İndi sağlam, yaxşı, geyimləriniz, istədiyiniz kimi aksesuarlar taxırsınız, force edirsiniz, hə? Günel, Güney, Günel. bir mənə bax görüm. Bir mənə bax görüm. Üzümə bax görüm. Allah, bu tema unudulmaz da. Adil qısas. Əsas odur ki, Günel buradadır. Sağ salamat. Sen istemiyorum. Sənin şəkillərin. Öldürsün Allah məni. Mən səndən başqa kiməsə. Öldürsün. İşte mən hamamda olanda gedib içib niyə xalan qızına diz çöküb yalvarırdın? Niyə? Mən Ay Hə, Allah. niyə? gedib düz Xalan çöş. zəng. Başa düşdün? Bundan sonra xala qızı xala oğlu evlənmək teması Mən tutardı. başa düşürəm sən yenə qədər. Şöyle. Aşağı öldürmək istəyirsən, tur gəl öldür.
Burada bir dənə Orada sən bir idin. nəfərin Güney. yeri var, o da bəllidir. Sən idin. Yəni Səndən ürəyini başqa mənim göstər. yerim. Amma mən çıxmışam bu boyda millətin içini. Bunlara bax, hamısı mənə baxır. Nə olsun? Hamısı mənim üzümə baxır ki, kül sənin başına kim? Sən çıxmısan bura. Həyat yoldaşın gəlib deyir ki, belədir. Mən 10 neçə gündür, 20 neçə gündür mən bir dənə sənin şəkillərinlə nəfəs alırdım. Şəkillərinlə, paltarlarınla. Paltarlarınla. Salmışdım paltarları otağa, o qaranlıq otağa. Məni öldür. Aga be. Ki aşağı gördüm Ayda bir sever. dənə Volkswagen, Sever. bir dənə də Lexus. Ama sever indi Adam TikToker belə olur. gəldi, Reklamza değil, ayaqdan qalağa qalxdı. gelir. Belə baxdım, salam əleykum, əleykum əssalam. Elgiz bəy, biz demək gəlmişik Sevər xanım üçün. Belə baxdım, dedim, sağ ol Sevər. Sağ ol Sevər. Həyatımdır mənim o. Elə Biz sizdən ailə- xoş edirəm. Hə? Valla mən bura öz boyuma görə gəlmişəm birinci. Bu bir Dedin də də hamısı boyun da düzəlir, o da düzəlir, həkim də düzəldir, rolların da düzəldir. Aktrisa olmaq istəyirsən, verək səni ərə Aktrisa olmak istiyor. Birisi yox, yaxşısı olsun lazımlı qızım. Yox, mən öz həyatımı özüm seçmək istəyirəm. Başa Seç də özün. Şimdi sənə bir söz deyirəm. İstəyirsən doğmaların ona elə baxsın. Doğmaların belə pis çıxmasını şəxsən gəlin açıq danış. Niye short giyinib diye müzakirə qoysalar? Doğumuz bir dənə kənar ölkəyə gedən kimi Allah ki bundan betər giyinənlər var. Hey, Yaxşı, sənin tərəfin var. Özünlə götürmə hər kəs. özümə sən mənimlə özünü heç vaxt müqayisə eləyə bilmərsən. Lan nə dəxli var, Yaxşı bilir. Televizorda necə, başqa yerdə necə olduğunu. Ama məsələn kişi üçün düzəltsə, bu shortikdir, nə bilim, atıram. Yəni bu ümumiyyətlə kişi geyimi sayılırsa və bunu geyinməlisən da. Məsələn idmana getdiyim varsayıram. İdmanda nə var mən cins şalvarla idman mı eləyəm, məşq mı eləyəm? Məsləhətli qız deyil, mənə uyğun deyil. Yəni ki, mənə uyğun deyil. Məsləhətli qız deyil. Mən Məsləhətli qız deyil nədir? Yəni ki, o mənada demək istəyirəm ki, nə deyim, o körş mən arıq. Ayda, Səfər Fıratma gördünüz. Bu oğlan dostların sən üçün siləcək. Vay 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 vay. Papagil rayonundan sabah gələcək. Vay, Aslında vay, bizə vay. də gedə bilərik. Vay sən nə danışsan, mən elə indi tutdum. Dərdimlə bir dinə də ki iki. Bu şeir yazıb da belə. Dərdimlə bir dinə də ki iki. Bu saat yol olub mənim üçün səki. Dəlisən, mən sənə neyniyəcəm ki, əslində bizə də gedə bilərik. Vay Allah. Yoxsa Seycahanın Qoyma bir gül şeiridir. təki solum saralım. Qoyma bir gül təki solum saralım. Yoxsa Eza Seycahana mı çıxma təklif edir? Mən temanı tutanmadım. Gözlə dostum gildən açarı alım. Neyse dostlar bugünkü videomuzun sonuna geldik. Videomu beğendiyse like atıp aşağıdan da kanalıma abone olabilirsiniz. Ve bu arada ekranda size özel bir video çıktı. Onu da tıklayarak izleyebilirsiniz. Bunu da unutmayın. Sevilirsiniz.